Salam dəyərli şagirdlər və abituriyentlər. Dövlət İmtahan Mərkəzi test toplusundan qaldığımız yerdən davam edirik. Deməli, bugün müəyyən şəxsli cümlələr və onlara aid olan testlərə baxacağıq. Bu tipli testlərin izahlarının tez-tez gəlməyini istəyirsinizsə, kanalımıza abunə olmağı və videolarımızı paylaşmağı unutmayın. İndi isə gəlin başlayaq. Birinci sualdan etibarən görək bizə nə veriblər. Demək deyir ki, yalnız baş üzvlərdən ibarət müəyyən şəxsi cümlə. Müəyyən şəxsi cümlələrdə uşaqlar mübtədası var, xəbəri var. Eləmi? Və yaxud da mübtəda yoxdur. Mən onu bərpa edə bilərəm. Mən, sən, o, biz, siz, o şəxs əvəzlikləri ilə, onlar xaric, digər şəxs əvəzlikləri ilə bərpa edə bilirəmsə cümlədə mübtədanı, bu olacaq müəyyən şəxsi cümlə. İndi gəl baxaq. Kitab alırdı kim? O. Müəyyən şəxs cümlədə, amma kitabı alırdı. Burada tamamlıq var. Səndən nə deyir? Yalnız baş sözlər, yəni mübtəda və xəbərdən ibarət olsun. Getdi. Dünəndən onu axtarıram. Mən axtarıram kimi onu, eləmi? Gözəl güllər, hansı güllər gözəl? Ağıllı sözü eşitmək, demək, ağıl əlamətidir. Ağıl əlaməti, yəni ağılın əlamətidir. Nə? Ağıllı sözü eşitmək. Bu oldu. Demək, məstər tərkibi, bu isə ismi birləşmə. Ona görə baş üzlərdən ibarət oldu. Cavab oldu D variantı. Siz daha bunu düşünməyin. Nəyi? Bunu, bu da getdi. Tamamlıq. İkinci cümlə deyir ki, ismi xəbərli müəyyən şəxsi cümləni müəyyən edin. İsmi xəbər nədir uşaqlar? Sən orada artıq fiilin təsriflənən forması xəbər olmaması lazımdır. Eləmi? İsmi xəbərli müəyyən şəxsi cümlə. Fərhadın qardaşı dostumdur. Kim? Fərhadın qardaşı. İsmi xəbərlidir? Bəli. Müəyyən şəxslidir? Bəli. Cavabımız oldu A variantı. Demək, əsrin əvvəlləridir. Əsrin əvvəlləridir xəbər. Mübtəda düşünə bilirsən? Xeyr. Bu oldu şəxsiz cümlə. Mübtəda yoxdur və bərpa edə bilmirsən. Yol ayrıcı adamlarla dolmuşdu. Dolmuşdu, bax, feilin təsriflənən versiyasıdır. Bu oldu feili xəbər. Təbiəti qorumaq işinə etinasız olmayaq xəbər. Bu da feili xəbərdir. Getdim. Kənd adamları sevinirdilər. Bu da feili xəbərdir. Ona görə cavabımız olmayacaq. Sonra demək, yalnız baş sözlərdən ibarət müəyyən şəxsi cümlə deyir. Tikintidə işlər get-gedə sürətlənirdi. Nə? İşlər. Eləmi? Tarda tikintidə. İkinci dərəcəli üzv var. Atam qışda nə zaman qayıtdı? Zərflik var. Qohumların biri, bax, sahə rəisi, sahənin rəisi. İkinci növ təyin söz birləşməsi köhnə adı ilə. İsmi birləşmə xəbərdir. Kim? Qohumlarımın biri. Yiyəlik, bu da mənsubiyyət. Bu da üçüncü növ. Eləmi? Bu oldu mübtəda və xəbərdən ibarət olan müəyyən şəxsi cümləmiz. Cavab C variantı. Sahə həkimi Ramiz bizim qonşumuzdur. Kim? Ramiz. Hansı Ramiz? Sahə həkimi. Eləmi? Bizim qonşumuzdur da xəbər. Burada təyin var. Sərin meh əsirdir. Əsirdir. Nə? Meh, necə meh? Sərin. Burada da təyin var. Biri yalnız baş sözlərdən ibarət. Burada da baş sözlər istəyir yalnız. Demək, orada, harada zərflik. Qızıl güllər yaz gələndə. Nə zaman? Yaz gələndə. Eləmi? Zərfliyimiz var. Mənə yaman soyuqdur. Necə soyuqdur? Zərfliyimiz var. Sənə zəng edən mənim müəllimim idi. Mənim müəllim. Bax, bu yiyəlik, bu da mənsubiyyət. Hamısı birlikdə xəbər. Eləmi? Mənim müəllimim. Kim? Sənə zəng edən. Bu da nə oldu? Feil sifət tərkibi cümlədə mübtəda vəzifəsini çıxış elədi. Cavab oldu D variantı. Onun atası kənddə. Harada? Kənddə. Burada da zərflik var. Ona görə alınmır. Sonra biri yalnız baş sözlərdən ibarət müəyyən şəxs cümlədə deyir. Yenə səyahətə çıxan uşaqları, kimi uşaqları, hansı uşaqları səyahətə çıxan. Getdi. Biraz səbir etmək, səhərin açılmasını gözləmək lazım idi. Nə? Biraz səbir etmək, səhərin açılmasını gözləmək. Məsləhət tərkibləri, həmcins məsləhət tərkibləri mübtədadır. Xəbər də lazım idi. Demək, cavabımız oldu B variantı. Ulduzlar günəş şəfəq saçanda yoxa çıxır. Nə zaman? Günəş şəfəq saçanda. Feili bağlama tərkibi onu zərflik elədi. Ətraflı müzakirə etdikdən sonra təklifləri düşünüb razılığa gəldik. Nə zaman? Ətraflı müzakirə etdikdən sonra. Kəndin kənarında səfalı bir yer, göyçəmənlik. Bu da adlıq cümlədir ümumiyyətlə. Görsən ki, xəbər yoxdur.
Yalnız baş sözlərdən ibarət ismi xəbərli. Həm ismi xəbərli istəyirəm, həm də yalnız baş sözləri olsun deyir. Baxaq, sənin kitabının vərəqləri stolun üstündədir. Bax, stolun üstündədir. Nə? Sənin kitabının vərəqləri hamısı birlikdə. İsmi birləşmə bu da. İsmi birləşmə, ismi birləşmələr cümlədə bilir ki, ismi xəbər vəzifəsində olur. Sonra gələn qonşumuz Əlinin böyük qardaşıdır. Kim? Qonşumuz. Hansı qonşumuz? Gələn. Təyin var. Uşaqlar, gələn qonşumuz deyib birbaşa mübtəda götürün. Bir çox şagirdlər burada bunu səhv eləyir. Elə gələn qonşumuzu birlikdə götürün. Niyə görə birlikdə götürəsən? Hansı qonşumuz gələn? Bunların bir-biri ilə bərabər götürülməsi üçün nə lazımdır? Ya o ikinci növ təyin söz birləşmə olmalıdır, ya üçüncü növ. Eləmi? Və yaxud da ki, ismi feili birləşmə olması lazımdır. Burada görürsən ki, heç birisi yoxdur da. Yəni orada nə qeyri-müəyyənlikdir və yaxud da ki, yiyəlik hal şəkilçisi yoxdur. Heç birisi yoxdur ona görə. Nə 2 deyil, nə 3 deyil. Sən onu heç vaxt bir götürə bilməzsən. Diş həkimi Lalə xanım. Kim Lalə xanım? Hansı Lalə xanım? Diş həkimi. Hadisədən xəbərin varmı? Burada mübtəda yoxdur. Salur Qazanın evi yağmalanmışdı. Demək, bu da feili xəbərdir, yağmalamaq. İsmi xəbər deyil. İkinci dərəcəli cümlə. İkinci dərəcəli cümlə üzvlərin işləndiyi. İkinci dərəcəlidir, üzv olsun deyir. Baharın nəfəsi duyulur. Bu ikinci dərəcəli üzv yoxdur. Baharın nəfəsi mübtəda duyulur xəbər, eləmi? Uşaqlar məktəbdən çıxanda nə zaman? Günorta idi. Burada heç müəyyən şəxsi deyil. General mayor Polad Həşimov Azərbaycan xalqının qürur mənbəyidir. Kim? Polad Həşimov. Hansı Polad Həşimov? General mayor. Demək, Azərbaycan xalqının qürur mənbəyidir. Hansı birlikdə də xəbər. Eləmi? Hansı birlikdə ismi birləşmə. Burada ikinci dərəcəli üzvü var. Müəyyən şəxsdir. Bəli, cavab C variantı olacaq, çünki təyinimiz var. Şuşanın havasından ötürü burnumun ucu göynəyir. Burnumun ucu göynəyir xəbər. Mübtəda yoxdur da. Müəyyən şəxs deyil. İclasda əskərlik məsələsinə baxıldı. Bu da şəxssiz cümlə. Biri müəyyən şəxsli sadə cümlədir. Baxaq görək E-yə düşmüşsə cavab tapacağıq. Soyuq qış gecələrindən biridir. Bu şəxssiz cümlədir. Eləmi? Mübtəda yoxdur, düşünə bilmirsən. Şəhərin məsələsinə baxıldı. Bu da şəxssiz cümlədir. Baxıldı, görüldü. Cavanların bir qismi müxtəlif sexlərdə çalışırdı. Kim? Cavanların bir qismi çalışırdı. Harda? Sexlərdə. Hansı sexlərdə? Müxtəlif. Nə deyim? Müəyyən şəxsli sadə cümlədir. Bəli, müəyyən şəxsli sadə cümlədir. Qaçanı qovmazlar. Ümumi şəxsli cümlədir. Ümumi hər kəsə aiddir. Dünən tərtib edilən siyahıya nəzər salındı. Bu da şəxssiz cümlə. Sonra hamınız düşürsünüz. Biri müəyyən şəxsi cümlə deyil. Belə olanda düşür. Şərti bildikdə müəyyən şəxsi cümlə deyil. Nuriyənin yeganə qızı hüquq işçisidir. Kim? Nuriyənin... Hara getdin sən? Nuriyənin yeganə qızı hüquq işçisidir. Xəbər. Kim? Nuriyənin yeganə qızı getdi. Həkim olmaqdır. Nə? Arzu mübtəda xəbərdir. İnsanın dünya əşrəfi olduğunu deyirlər. Kim deyirlər? Onlar deyirlər. Müəyyən şəxsi cümlə deyil. Xəbər üçün şəxsin cəmindədirsə, uşaqlar, bu ya ümumi şəxsi cümlə olacaq və yaxud da ki, qeyri-müəyyən şəxsi cümlə olacaq. Uşaqlar ona sükutu deyirdilər. Uşaqlar, mübtəda varsa təbii ki, artıq bu ona aid deyil. Mübtəda yoxdursa aid. Mübtəda varsa, xəbər üçün şəxsin cəmində deyib bunu qeyri-müəyyən şəxsi cümlə götürməyin, orada mübtəda var. İstənilən mübtədası olan cümlə müəyyən şəxsi cümlədir uşaqlar. Ümumi şəxsli cümlə kimi olsa belə, yəni atalar sözü, hikmətli sözü olsa belə. Məsələn, dostlar gündə tanınır. Kim dost? Mübtəda var. Nə olsun atalar sözüdür? Nə olsun məna mərkəzə aiddir? Mübtəda varsa o oldu müəyyən şəxsi cümlə. Ay qardaşım, elə o deyilmi vətənimizi gündən günə inkişaf etdirən? Baxaq. Feil xəbərli cümlədir. Deməli, cümlə necə olmalıdır? Vətənimizi gündən günə inkişaf etdirən elə o deyilmi? Kim? O deyilmi xəbər? Eləmi? Feili xəbərli deyil. O suala cavab verməyən sözlə ifadə olunub. Bu feili xəbər sayılmır. Mübtəda ismi birləşmə ilə ifadə olunmuşdur. Mübtəda əvəzliklə ifadə olunub. Xəbər feil sifət tərkibi ilə ifadə olunmuşdur. Xeyr, deyildən ifadə olunub.
Söz sırasına əməl olmuşdur. Xeyr, xəbər cümlənin əvvəlinə gəlib. Müəyyən şəxsli cümlədir. Bəli. Mübtədası var, xəbəri var. Elə 10 tipli cümlədir. Yəni cavab elə müəyyən şəxsli cümlədir. Bu deyilmi? Belə. Sonra bir müəyyən şəxsli cümlədir, sadə cümlədir. Ana, axı keçmişi, bugünü, sabahı görməmək korluqdur. Korluqdur nə? Keçmişi, bugünü, sabahı görməmək. Müəyyən şəxsli, sadə cümlədir. Cavab oldu A variantı. Bax, dostu dar gündə tanıyarlar. Bu ümumi şəxsli cümlədir. Burada mübtəda yoxdur, gördüyün kimi. Ay uşaqlar, göndərdiyiniz məktublara hələ cavab verilməyib. Ay uşaqlar nədir? Xitab. Göndərdiyiniz məktublara hələ cavab verilməyib. Gördüyünüz kimi burada müəyyən şəxsli cümlə deyil, şəxsli cümlədir. Bacarmadığın işdən yapışma. Ümumi şəxsli cümlədir. Artıq işləməyin vaxtıdır. İşləməyin vaxtıdır, xəbər. Yəni mübtəda yoxdur, ümumi şəxsli, daha doğrusu şəxsli cümlə. Biri müəyyən şəxsli cümlədir. Baxaq burada bəlkə var. Elə bil onu tilsimləmişdilər. Kim onlar? Gücünü almışlar. Kim onlar? Qeyri-müəyyən şəxsli cümlədir. Hər şeydən ötürü dava salmazlar. Bu da ümumi şəxsli cümlədir. Məna hər kəsə aiddir. Baxaq görək burada nə var? Biz məktəbə çatanda günorta idi. Günorta idi nə? Biz məktəbə çatanda. Nə zaman? Bu getdi. Kitablar paylananda oktyabr ayı idi. Oktyabr idi nə zaman? Kitablar paylananda. Müəllimlik hamının etirafına görə olduqca gözəl sənətdir yəqin olar. Sənətdir nə? Müəllimlik oldu. Mübtəda xəbər E variantı. Sonra müəyyən şəxsli cümlələri müəyyən edin deyir. Uzun illərin ayrılığından sonra onu tanımamışdım. Tanımamışdım. Kim? Mən. Mübtəda yoxdur, amma bərpa eləyə bilirsən. Gecənin bir anı idi. Şəxsi cümlədir. Gecənin bir anı. Hamısı xəbərdir. Günəş qüruba enəndə rəngi saralar. Saralır. Nə? Rəngi. Nə zaman? Günəş qüruba enəndə. O vaxtdan xeyli keçmişdi. Xeyli keçmişdi. O vaxtdan burada mübtəda yoxdur. Dostum, indi yolçu yolda gərəkdir. Kim? Yolçu. Mübtəda var. Eləmi? Haqqınızda çox söz deyirlər. Kim? Onlar. Qeyri-müəyyən şəxsli cümlə. Nə oldu cavab? 1, 3, 5. Sonra. Hər şeyin bir kölgəsi var. Var. Nə? Hər şeyin kölgəsi. Mübtəda xəbər. Eləmi? Uzaqdan baxana döyüş asan gələr. Bu ümumi şəxsli cümlədir. Məna hər kəsə aiddir. Bar gətirən ağaca balta çalmazlar. Bu da ümumi şəxslidir. Bəyin çeşməsindən su içmə. İçmə nə? Su. Bu oldu bu. Mübtəda xəbər müəyyən şəxsli cümlə. Hər adamın əkdiyi bitməz. Bitməz nə? Adamın əkdiyi. Bu da müəyyən şəxsli cümlə. 1, 4, 5. Qeyri-müəyyən şəxsli cümlələri də uşaqlar baxaq. Elə buradaca. Deyir ki, biri qeyri-müəyyən şəxsli cümlədir. Demək, qeyri-müəyyən şəxsli cümlənin xəbəri üçüncü şəxsin cəmində olacaq, eləmi? Mübtəda olmayacaq. Mübtədanı onlar kimi təsəvvür edə biləcəksən. Belə. İşi bacarmadığına görə, bax, demək nə edirsən? Hamısılardır. Bax elə. Deyil deyir. Yəni, üçüncü şəxsin cəmində başqa nə var? Ümumi şəxsli cümlə. Baxacaqsan məna hansına ümumi hər kəsə aidsə deyir, dostu dar gündə tanıyarlar, elə cavab çıxdı. C variantı. Bu nədir? Ümumi şəxsli cümlə. İşi bacarmadığına görə onu vəzifədən uzaqlaşdılar. Kim? Onlar. Bizi rəisin otağına dəvət etdilər. Kim? Onlar. Hamını toya dəvət etmişlər. Onlar. İmtahanda mənə çox sual verdilər. Onlar. Eləmi? Onlar kimi düşünürsən mübtədanı. Sonra qeyri-müəyyən şəxsli cümləni müəyyən edin. Ona gül bağışlayanlar öz şagirdləri idi. Kim? Ona gül bağışlayanlar. Mübtəda var. Müəyyən şəxsli cümlədir. Evlərə su çəkilirdi. Xəbər təkdədir, xəbər təkdədir. Ananı bağçada yaxşı qarşıladılar. Kim? Onlar. Cavab D variantı. Qonaqları anamgil hörmətlə qarşıladılar. Kim? Anamgil. Mübtəda var.
Mübtəda varsa bu müəyyən şəxsi cümlədir. Sonra biri qeyri-müəyyən şəxsi cümlədir. Bizi görəndə uşaqlar çaşdılar. Çaşdılar kim? Uşaqlar. Alı kişi İlxını çölə apardı. Təkdədir xəbər. Təkdədir xəbər. Qonaqlar hörmətlə qarşılandılar. Kim? Qonaqlar. Mübtəda var. Gecə saat 2-də bizi oyatdılar. Kim? Onlar. Kimsə səni həyəcanla gözləyir. Xəbər təkdədir. Sonra mübtəda zaten var. Qonağı gülər üzlə qarşılayarlar. Bu ümumi şəxsi cümlədir. Məna hər kəsə aiddir. Mənə demir qonaq ümumi. Yəni ümumi belə bir şey var ki, hər kəsə aiddir ki, qonağı necə qarşılayasan ümumi şeylə, hörmətlə. İçəridəkilər gələn qonağı tanımadılar. Kim içəridəkilər? Mübtəda var. Bizi oxucularla görüşə dəvət edirdilər. Kim? Onlar. Sözün doğrusunu zarafatla deyərlər. Bu da ümumi məna hər kəsə aiddir. Yəni burada sadəcə sənə aid deyil də hər kəsə aiddir ki, qonağı nədir? Sözün doğrusunu zarafatla deyərlər. Qeyri-müəyyən şəxsi cümlə. Bayram gimnaziyasını bitirdi, köçərdi, təkdədir xəbər. Səkinəyə bu hərəkətinə görə hər yerdə hörmət edərdilər. Kim? Onlar. Burada ümumi məna hər kəsə aid deyil. Səkinəyə hörmət edərdilər. Hər kəs hörmət eləmir, axı mən Səkinə tanımıram. Məsəl üçün. Cavab D variantı. C variantı. Baxaq digər variantlara da. Xanım anasının təkdədir xəbər. Xəbər təkdədir, getdi. Heç baxma ehtiyac yox. Qeyri-müəyyən şəxsi cümləni müəyyən edin. Onun sənədləri müzakirəyə çıxarıldı. Sonra imtahanlara ciddi hazırlaşarlar. İmtahanlara ciddi hazırlaşarlar. Qeyri-müəyyən şəxsi cümlə. Bu ümumi hər kəsə aiddir. Sanki Səlim ağanın başına bir çomaq vurdular. Kim? Onlar. Elə mi? Bugün işini sabaha qoymazlar. Ümumi şəxslidir. Yayın isti günlərinin birində onlar kəndə qonaq gəldi. Onlar da mübtədadır. Mübtədası da var oldu. Demək, müəyyən şəxsi cümlə. İmtahana ciddi hazırlaşarlar. Ümumi hər kəsə aiddir məna. Nümunələrdən biri qeyri-müəyyən şəxsi cümlədir. Döyüşçülərimizi hər yerdə hörmətlə qarşılayırlar. Kim? Onlar. Cavab variantı. Şöhrətin var hər diyarda, gözəl başı, bu təkdədir xəbər. Xoş sözlə ilan yuvasından çıxararlar. Bu ümumi şəxsi cümlədir. Məna hər kəsə aiddir. Xəbər təkdədir, xəbər təkdədir. Demək, bizə şəhərin mərkəzinə təzə mənzil verdilər. Kim? Onlar. Bəzi tələbələr yataqxanada yer istədilər. İstədilər nə? Yer. Mübtəda var. Sözün doğrusunu zarafatla deyərlər. Ümumi şəxslidir. Divarın əyrisinin özündən başlayar. Ümumi şəxslidir. Eləmi? Məna hər kəsə aiddir. Ümumi deyimdir. Ailə şərəfini, qürurunu qoruyarlar. Bu da məna ümumi şəxsli cümlədir. Hər kəsə aiddir. Baxaq, güya Qızılcaya qarşı mübarizə aparmağı bacarmırlar. Kim? Onlar. Maşını daha rayon mərkəzinə sürmədim. Təkdədir xəbər. Məcidin bu sayaq zalımlığına dostları inanmırlar. Kim? Dostları mübtəda var. Onlar mübtədası var. Eləmi? Bu da xəbər təkdədir, getdi. Onu qarşılamağa gələnlər kim? Gələnlər, onu qarşılamağa gələnlər. Feil sifət tərkibi. Dinməzcə oturub gözləyirlər. Mübtəda var. Deməli, son vaxtlar kənddə yalnız bu hadisə haqqında danışırdılar. Kim? Onlar. Atlılar irəlilədilər. Mübtəda var. Bülbüllər ötürdülər. Mübtəda var. Demək, Əşrəfgil nəfəslərini dərmədən yol gedirlər. Kim? Əşrəfgil mübtəda var. Müəyyən şəxsli cümlədir hamısı. Baxaq. Kimsə qapını döyür. Demək, xəbər təkdədir. Heç. Sonra sizi telefona çağırırlar. Kim? Onlar. Yıxılana balta çalmazlar. Ümumi şəxslidir. Xəbər təkdədir. Xəbər təkdədir. Yeməyən payını yeyərlər. Məna ümumi şəxsli. Hər kəsə aiddir. Babalar nəvələrini çox sevirlər. Kim? Babalar. Mübtədası var. Bu yerlərə bir də gəlmədim. Xəbər təkdədir. Tələbələr iməclikdə fəal iştirak etdilər. Kim? Tələbələr. Mübtəda var. Cavab Y variantı olacaq. Qonaqları dünən gecə yola saldılar. Kim? Onlar. Qeyri-müəyyən şəxsi cümləni müəyyən edin. Yıxılana balta çalmazlar. Ümumi şəxsi cümlədir. Məna hər kəsə aiddir.
Bəli, indi sizi də çağıracaqlar. Kim? Onlar çağıracaqlar. Değil mi? Qaranlıq yerə daş atmazlar. Ümumi şəxslidir. Nə bir günə çatdıq, nə kama yetdik. Xəbər təkdədir. Oğlum, adın düşüb, bütün dillərə düşüb. Burada da xəbər təkdədir. Hər qaba bir qapaq qoyarlar. Ümumi şəxsli cümlədir. El nəğməsini eldən öyrəndilər. El nəğməsini eldən öyrəndilər. Öyrənərlər olmalıdır. Ümumi şəxsli öyrəndilər. Hər axan suya araz deməzlər. Ümumi şəxslidir. Davada qılıncı borc verməzlər. Bu da ümumi şəxslidir. Dəvətsiz qonaq köpək qarşılar. Bəli, bu da ümumi şəxs. Öyrənərdilər kimi olsaydı, ərdə olmalıdır. Yəni, ümumi şəxsli cümlə qeyri-qəti gələcək zamanda olmalıdır. Ona görə bu nə oldu? Qeyri-müəyyən şəxs cümlə. El nəğməsini eldən öyrəndilər. Kim öyrəndi? Onlar öyrəndi eldən. Eləmi? Sonra. On altı düşürsən. Düşdün. Qeyri-müəyyən şəxs cümlə. Bu məktubu Gülşəndən başqa heç kim oxumayıb. Xəbər təkdədir. Namət qapısına xahiş etməzlər. Ümumi şəxsli cümlədir. Məna hər kəsə aiddir. Qonaqlar mübtədası var. İşi dayandırmağı bizə rəsmi surətdə əmr ediblər. Kim əmr edib? Onlar əmr edib. Dost sirrini heç qardaşa da deməzlər. Bu da ümumi şəxsli cümlədir. Şəxsi cümlələrdən fərqli olaraq mübtədası təxmini şəkildə müəyyənləşdirmək mümkündür. Bəli, onlar kimi müəyyənləşdirə bilirsən. Bu doğru fikirdir. Bu tipli cümlələrin qurulmasında bəzən sanki elə bil, yox. Bir qayda olaraq atalar sözlər şəklində olur. Ümumi şəxs cümlədir. Mübtədası müxtəlif şəxslərdə ola bilir. Xəbər üçüncü şəxsin cəmində olur. Demək, elə bil sanki modal sözlərindən istifadə edilir. Bu tipli cümlənin qurulmasında bəzən sanki elə bil kimi sözlərindən istifadə edirlər. İşi dayandırmağı bizə rəsmi surətdə əmr ediblər sanki. Olar, bəli. Cavab elə olacaq 1, 2, 5. Demək, atalar sözləri şəklində olur. Bu ümumi şəxs cümləyə aiddir. Eləmi uşaqlar? 3-ü siləcəksən. Cavab qaldı ya 1, 4, 5 ya 1, 2, 5. 4-ə baxaq. Mübtədası müxtəlif şəxslərdə ola bilər. Mübtədası olmur axı bu. Necə müxtəlif şəxslərdə olsun? Mübtədası müxtəlif şəxslərdə bu müəyyən şəxs cümləyə aiddir. Ona görə cavab oldu 1, 2, 5, A variantı. Belə uşaqlar, testləri burada izahını yekunlaşdıraq. Digər ümumi şəxsli və şəxsi cümlələrdə başqa bir izahımızda inşallah verəcəyik. Bu tipli videoların tez-tez gəlmək istəyirsə, abunə olmağı və videoları dostlarınızla paylaşmağı unutmayın. Sağ olun, növbəti dərslərdə görüşərik.